Hoş gördük əziz Muğam Hospitalının əməkdaşları. Bugün ayın 6-sı, iyulun 6-sı 2026-cı ildə çox belə yadda qalan bir gün oldu. Bizim xanım xəstə müraciət eləmişdi. Hər iki böyrəyin daşlarına görə sol böyrəyin mərcənvari daşı var idi, neçə ağrıları var idi. Və bu gündən dosent Rəşad Məmmədov və urolog Məmməd doktor dəvət olundu və çox gözəl, çox uğurlu bir böyrək daşının lazer yolu ilə dəridən keçməklə perkutan nefrotripsi əməliyyatı Muğam Hospitalda icra edildi. Xəstə yaxşıdır, xəstə palatadadır. İnşallah 2 gündən sonra evə yola salacaq. Mən bildiyimə görə bu Şirvan Muğam Səbrabad zonasında bu ilk dəfə idi perkutan nefrotripsi əməliyyatı icra olundu və bir daha da Muğam Hospitalının əməkdaşlarına və rəhbərliyinə təşəkkürümü bildirirəm. İcbari sığorta dəstəyi ilə oldu bu əməliyyat. Bir daha da devlətimizə təşəkkürümüzü bildiririk. Regionda ilk Muğam Hospitalda böyrəkdə perkutan əməliyyatı. Böyrəkdə daşın kəsiksiz lazer üsulu ilə aradan qaldırılması əməliyyatı uğurla icra olundu. Bu əməliyyat icbari tibbi sığorta çərçivəsində dosent uroloq androloq doktor Rəşad Məmmədov tərəfindən uğurla həyata keçirildi. Artıq bu mühüm tibbi xidmət üçün xaricə və ya Bakı şəhərinə getməyə ehtiyac yoxdur. Perkutan böyrək daşı əməliyyatı artıq Sabirabadda, Muğam Hospitalda icra edilir. Bu uğur münasibəti ilə rayonumuzu və rayon səhiyyəsini ürəkdən təbrik edir. Bu nailiyyətin bütün bölgəmiz üçün xeyirli olmasını arzulayırıq. Perkutan əməliyyatı kimlər üçün uyğundur? Böyrəkdə böyük, ölçülü daşları olan və digər müalicə üsulları ilə nəticə əldə edə bilməyən pasiyentlər üçün. Böyrəkdə və ya sidik yollarında yerləşən daşların birbaşa qırılaraq çıxarılması tələb olunan hallarda. Perkutan üsul böyük böyrək daşlarının müasir, effektiv və minimal invaziv üsulla müalicəsinə imkan yaradır. Ünvan: Sabirabad şəhəri, Muğam prospekti. Əlaqə: 235 77 44 021 238 77 44. WhatsApp: 070 235 77 44.